Fermerin rifahı aqrar sahənin inkişafıdır. Məhz bu sözlərlə bugünkü verilişimizə başlayırıq. Real TV-də fermerin real dostuna baxırsınız. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Biz davam edirik. Siz fermerin real dostuna baxırsınız və əziz dəyərli fermerlər və bizim zəhmətkeşlərimiz eyni zamanda fermer olmaq istəyən, bu sahədə ola bilsin, yaxın gələcəkdə təsərrüfat yaradıb öz işini qurmaq istəyənlərə də maraqlı bir mövzunu indi bəyan eləyəcəm, elan eləyəcəm. Söhbət sığortadan gedir, aqrar sığortadan. Bu sahə artıq kifayət qədər tanınır, populyarlaşıb. Niyə populyarlaşıb? Çünki fermerlərin inamı var, amma bəzi fermerlərimiz hələ də sığortanın vacibliyini tam olaraq hiss eləmirlər. Bu səbəbdən də bu mövzuya biz artıq növbəti dəfədir ki, müraciət edirik. Aqrar sığortanın əhəmiyyəti bəzən fermerlərin hadisə baş verəndən sonra yadına düşür, amma bu belə olmamalıdır. Necə olmalıdır? Onu sizə qonağımız deyəcək. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva Məmmişova. Ləman xanım, mən sizi salamlayıram. Yenidən burada fermerlərin görüşünə gəldiyiniz üçün xoş gəlmisiniz deyirəm və təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm Ruslan müəllim. Mən də aqrar sığorta mövzusuna belə həssas yanaşdığınız üçün, işıqlandırdığınız üçün çox təşəkkür edirəm. Girişdə də dedim Ləman xanım, həqiqətən elədir. Bəzən insan da elədir. Biz özümüz də nəsə hadisə baş verəndən sonra deyirik ki, kaş bunu edəydim. Bu kaşlar xüsusən də aqrar sektorda fəaliyyət göstərən fermerlərimizin başına tez-tez gəlir təəssüf ki, amma bilirəm ki, bununla bağlı ciddi işlər görürsünüz, maarifləndirirsiniz, dayanmadan işləyirsiniz. Maşınlarınızı yeri gəlmişkən görürəm. Bölgələrdə maşınlarınız sağa-soğa şütüyür, filiallarınız var. Yəni əladır, superdir. Amma necə deyərlər, o təkrar biliyin anasıdır. Biz bu haqda nə qədər çox danışsaq, o qədər yaxşıdır. Gəlin ondan başlayaq ki, ümumiyyətlə, aqrar sığorta mexanizmi ölkəmizdə hansı məhsulları əhatə eləyir və onları risklərdən qoruyur? Buyurun. İlk öncə məlumat vermək istəyirəm ki, Aqrar Sığorta Fondu olaraq hal-hazırda yəni biz 41 növ bitkiyə, eləcə də iri və xırda buynuzlu heyvanlara və akvakultura məhsullarına, yəni balıqların sığortalanmasını həyata keçiririk. Xüsusilə vurğulamaq istəyirəm ki, bitkilərin seçimində əsasən ərzaq təhlükəsizliyini təmin edilməsi, idxaldan asılılığın azaldılması və ixrac potensialının artırılması kimi strateji prioritetlər rəhbər tutulmuşdur. Yəni təminat verilən bitkilərin əksəriyyətini hansı ki, ərzaq təhlükəsizliyi təmin edilməsində mühüm rol oynayan taxıl bitkiləridir. Daha sonra bir çox texniki bitkilərdir, pambıq, günə baxan kimi və eləcə də bəli, ixrac potensialının artırılması istiqamətində bir çox meyvələrə, hansı ki, bunlar çəyirdəklilər, qərzəklilər və s. kimi meyvə bitkilərinə fond tərəfindən təminat verilir. Risklər istiqamətində isə qeyd edə bilərəm ki, Aqrar Sığorta Fondu tərəfindən təbii fəlakətlər, hansı ki, təbiət hadisələrinə günümüzün ən çox müzakirə edilən mövzularından biridir, iqlim dəyişiklikləri fonunda bir çox təbii fəlakətlərə, təbiət hadisələrinə təminat verilir. Bunlara sel su basmanı, fırtınanı, qasırğanı, torpaq sürüşməsini, dolunu və s. şaxta vurma və s. qeyd edə bilərəm. Eləcə də yanğın, üçüncü şəxslərin hərəkətləri, vəhşi heyvanların hücumu, zəhərlənmə və s. kimi risklərə təminat verilməsi, yəni təminat verilir. Və qeyd edim ki, Aqrar Sığorta Fondu olaraq... Qeyd edeyim burada, sözünüzü necə deyirlər, balla kəsirəm. Bu vəhşi heyvanların hücum məsələsi ilə bağlı gündəm var, aktualdır. Xüsusən də bizim Şəki zonasında, Şəki bölgəsində, Quba bölgəsində də var. Bəli, müraciətlər daxil olun. Bununla bağlı o bölgədən bizə baxanlar diqqətli olun, danışacaq. Davam edə bilərsiniz. Bəli, bildirmək istəyirəm ki, bugün Aqrar Sığorta Fondu artıq ölkənin istehsal həcminin təxminən 96%-ni, əkin ərazilərinin isə 95%-ni sığortalamaq iqtidarındadır və bu mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, hamımıza məlum olduğu kimi dövlət dəstəklidir. Yəni sığorta haqqının yarısını bütün növ məhsullarda 50%-i dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və edilən sığorta ödənişlərində də dövlətin zəmanət mexanizmi mövcuddur. Ümumiyyətlə, fermer tərəfindən sığorta haqqının ödənilməsi üçün, yəni onun hesablanmasında əsas meyar sığorta tarifləridir. Bu sığorta tarifləri isə əsasən predmetin növündən, siz bayaq qeyd elədiyiniz kimi meyvə, taxıl, pambıq və s. növündən, baş verən riskin növündən və eləcə də iqtisadi rayonundan asılı olaraq dəyişir. Çünki məlumdur ki, tutaq ki, müxtəlif iqtisadi regionlarda baş verən hadisələr müxtəlif olur. Gəncə Daşkəsən iqtisadi rayon üçün xarakterik olan, məsələn, təbiət hadisələri Şirvan
Salyan bəli iqtisadi Aranda rayonu üçün, olmur, bəli, düzdür. Dağlıq Şirvan məsəl üçün iqtisadi rayon üçün xarakterik deyil. Buna görə də hər iqtisadi rayonda müxtəlifdir. Məsələn, ən çox elə deyə bilərəm mərkəzi aranda Milmuğamdır. Məsələn, burada 1000 manatlıq bir taxılın sığortalanması hansı ki 1.8-də tariflə olur ki, təxminən 6-10 manat civarında gəlib çıxır və yaxud da 1000 manatlıq başqa bir məhsulun pambıq sığortalanması hardasa 7 manat, 12 manat və s. Yəni bu civarlarda həyata keçirilir. 6-12 manat deyəndə Dedikdə, yəni mən o yenə regionlardan asılı olaraq dəyişən rəqəm deyirəm və bu fermer tərəfindən ödənilən rəqəmdir. 50% çıxandan sonra. Bəli, 50% çıxandan sonra məsələn Milmuğamda 6 manata, bəli, 1000 manatlıq bir taxıl məhsulunun, bəli, 1000 manatlıq lap olsun 10 taxıl manat. sığortalanmasını, 1000 bəli. manatlıq taxılı sığortalar çox əladır. Sabahda sığorta hadisəsi baş verdikdə, o yəni sığorta ödənişi 1000 manat həcmində əgər zərər dəyirsə, təbii ki, əldə edir. Bölgələrdə filiallarınız var. Bəli. Əsas xüsusən belə deyək də təsərrüfat, aktiv təsərrüfat rayonlarında filiallarınız var. O filialların fəaliyyəti necədir? Necə işləyirlər? Cəmaatla əlaqələr necə qurulur ümumiyyətlə? Bəli, elə bizim filiallarımızın yaradılmasında əsas məqsəd maarifləndirilmə işinin təşkilidir. Fermerlərimizə sığorta xidmətləri barədə məlumat vermək, onların aqrar sığorta fonduna, sığorta xidmətlərinə əl çatanlığının təmin edilməsinə köməklik göstərməkdir ki, hansı ki, həm ümumiyyətlə sığortalanma vaxtı barədə, yəni ki, hər hansı bir bitkinin sığortalanması vaxtıdırsa, əgər bu barədə məlumatların verilməsi, eləcə də sığorta hadisələri baş verdikdə həmin fermerlərin yəni hadisə ilə bağlı sənədlərinin toplanılmasında bizim filial əməkdaşları yəni çox yaxından köməklik göstərir. Eyni zamanda Qubada filialınız var. Bəli, Quba filialımız mövcuddur. Şəkidə də var. Bunları bilirəm. Başqa harda var? Mərkəzi Aranda var. Daha doğrusu Mərkəzi Aran filialımız var. Göyçay rayonunda yerləşir. Goranboyda, Şəmkirdə və həmçinin də Cənub bölgəsində filiallarımız mövcuddur. Çox gözəl. Və Naxçıvanda eyni zamanda əsas məsələ. Naxçıvanda da yadımdadır. Biz ora səfərləyəndə düzdür, doğru deyirsiniz. Yeri gəlmişkən dediniz o əməkdaşlarınız və təbii ki, mərkəzdə Bakıda Aqrar Sığorta Fondunda bütün komanda fermerlərin və ümumiyyətlə insanların vaxtında o məlumatı alması üçün çalışırsınız. İndi nəyin vaxtıdır, yəni sığortalamaq nöqteyi nəzərindən? İstəyərdim ki, bax bununla bağlı məlumat verəsiniz. Ümumiyyətlə məlumdur ki, yəni hər bir bitkinin sığortalanma vaxtı fərqlənir. Çünki onun inkişaf dövrü, fenoloji fazası fərqlidir. Məsələn, fevral ayı üçün aktual idi erkənci növ, məsələn, bitki meyvə bağlarının və sair sığortalanması. Amma hal-hazırda aktuallıq təşkil edir pambığın sığortalanması. Fond tərəfindən pambıq bitkisinin sığortalanması həyata keçirilir. Ümumiyyətlə, pambığın kənd təsərrüfatında əhəmiyyəti hamımıza məlumdur. İxrac edilən əsas qeyri-neft, yəni ki, məhsullarından biridir. 15 minə yaxın ölkə ərazisində, yəni əhalinin əsas gəlir mənbəyindən biridir. Və qısa bir məlumat da vermək istəyərəm ki, fond fəaliyyət göstərdiyi müddət ərzində təxminən 2.2 milyon manata yaxın pambıq bitkisi üzrə sığorta ödənişləri həyata keçirmişik ki, nə qədər? 2.2 milyon manata yaxın. Ciddi rəqəmdir bu, kifayət qədər. Kifayət qədər, yəni bizim portfelimiz üçün əslində böyük bir rəqəmdir. Hətta deyə bilərəm ki, taxıllardan sonra ən çox sığorta ödənişi həyata keçirdiyimiz bitki növüdür ki, bəli. Yaxşı, pambığı sığortalamağa fermerə nə qədər pul lazımdır? Pambığı sığortalamaq üçün Aqrar Sığorta Fonduna ilk öncə müraciət eləməlidir. Yenə burada hardasa təxminən tutaq ki 1000 manatlıq dediyim kimi də sığortalanması yenə iqtisadi regiondan fərqlənir ki, tutaq ki mərkəzi aranda 7 manata cəmi başa gələ bilər. Yəni ümumi 14 manat eləyir. Sığorta haqqının yarısı, bəli, 7 manat cəmi ödəməklə pambıq bitkisini sığortalaya bilər ki, məlumdur ki, hal-hazırda intensiv yağışlar fonunda, baş verən təbiət hadisələri fonunda pambığın da həssaslığını nəzərə alsaq, həmin o yağışlardan, sel su basmadan, doludan, leysandan təsirləndiyini nəzərə alsaq, buradan fermerlərimizə səslənmək istərdim ki, yəni vaxtında pambıq bitkisini sığortalasınlar ki, hadisələr baş verdikdə sığorta ödənişi ala bilsinlər. Vaxtında dediyimiz, yəni hal-hazırda may ayının sonunadək bəli sığortalanmaya həyata keçirilir. Ümumiyyətlə bəyanların dövrüdür. Bu arada yenə də xatırladıram, fürsətdir. Yazlıq və çoxillik əkmələrin, yazlıq əkinlər və çoxillik əkmələrin belə deyək də, bəyanı gedir, elektron kənd təsərrüfatı informasiya sistemi. Sizdə də yeni dövrdür, düzdürmü? Bəli, bəli. Mayın 31-nə qədər həm də sığortanı mütləq elətirmək lazımdır. Pambıqda. Bəli, pambıq bitkisi üzrə 31 may tarixinədək sığortalanmanı həyata keçirməlidir. Burada bir incə məqam var. Biz bilirik ki, fərdi olaraq fermer, yəni pambıqçılardan başqa, yəni fərdi əkə bilər öz yerində, amma eyni zamanda müxtəlif şirkətlərlə, tədarükçülərlə yəni müqavilələrə bağlanılır. O zaman necədir? Şirkət bu sığortaya müraciət edir, yoxsa fərdi şəxs, yəni fərdi olaraq məsələn mən özüm bir pambıqçı kimi
Qaydalar necədir orada? Yəni burada bizdə hər hansısa bir məhdudiyyət yoxdur, amma bir qayda olaraq fermerlərin özləri tərəfindən elə müraciətlər daxil olur. Sadəcə orada fermerin özünün istəyindən asılı olaraq faydalanan şəxs qismində fermer və yaxud da ki, təchizatçı şirkət müəyyən edilə bilər ki, məlumdur ki, ümumiyyətlə fermerlərimiz pambıq bitkisinin əkməsi ilə bağlı müqavilə çərçivəsində müəyyən borc məbləğləri alırlar ki, sabahlarında yığım dövründə həmin vəsaitin geri qaytarılmasını həyata keçirir. Burada aqrar sığortanın üstünlüyü ondan ibarətdir ki, sığortası olan fermerlər zərər çəkdikdə həmin borclarını artıq elə bil ki, bir növ sığorta ödəniş həcmində fond tərəfindən təchizatçıya qarşılanır. Təşəkkür edirəm. Biz davam eləyəcəyik. Mən bu dəqiqə indi bizə baxan, bəlkə ola bilsin indi televizor qarşısına keçənləri salamlayıram. Siz Fermerin Real Dostuna baxırsınız. Biz maraqlı və fermerlər üçün çox vacib bir mövzudan danışırıq. Söhbət aqrar sığortadan gedir. Sığorta nədir? Ümumiyyətlə, sığorta anlayışını biz bilirik. Aqrar sektorda həmin sığorta anlayışının vacibliyini, önəmli olmasını önə çəkirik, qarşıya çəkirik. Çünki fermer üçün, təsərrüfatla məşğul olanlar, bu adamlar üçün sığorta əvəzsiz bir məsələdir. Çünki açıq havadır, necə deyirlər, təbiət də şıltaqdır. Hər zaman hər hansı bir hadisə baş verər, təbiət hadisəsi baş verər. Bunun üçün dövlət çox mükəmməl bir mexanizm yaradıb. Bu mexanizm aqrar sığorta fondu tərəfindən icra olunur və artıq kifayət qədər bununla bağlı işlər görülüb. Həmin fondun direktor müavini, daha doğrusu həmin fondun sədr müavini Ləman xanım qonağımdır, fermerlərin görüşünə gəlib. Ləman xanım, sahələrə, əkin sahələrinə və digər ümumiyyətlə təsərrüfatlara ən böyük ziyan vuran təbiət hadisələrindən biri təbii ki, şiddətli yağışlardır, dolu və digər məsələlərdir. Aprel ayında bununla bağlı təsərrüfatçılar kifayət qədər ziyan gördülər. Ümumiyyətlə, vəziyyət nə yerdədir? Onların ödənişləri nə vaxt olacaq? Bəlkə olub, mənim xəbərim yoxdur, deyək buradan sevindirək insanları. Yəni, ümumiyyətlə, məlumdur ki, aprel ayında qeyri-sabit hava şəraiti, o şiddətli yağan yağıntılar təbii ki, kənd təsərrüfatından da yan keçməmişdir. Yəni, kənd təsərrüfatına da kifayət qədər zərər vurmuşdu. Təkcə aprel ayı ərzində fonda, yəni sırf sel su basmadır, doludur və s. Əsasən sel su basma riski ilə bağlı, daxil olan müraciətlərlə bağlı deyə bilərəm ki, 1000-dən çox müqavilə üzrə 7200 hektara yaxın əkin sahəsinə zərər dəyməsi ilə bağlı müraciət daxil olub. Bunlar əsasən Quba Xaçmaz iqtisadi rayonunu, Qarabağ iqtisadi rayonunu, Dağlıq Şirvan və s. kimi iqtisadi rayonların ərazisində yəni daha çox baş vermişdir. Müraciət daxil olub, o deməkdir ki, o adamlar artıq sığortalamışdılar ki, bəli, sığortaları baş verənlər, bəli, sığorta. Bunu niyə deyirəm? Çünki insanlar bəzən elə bilirlər, yəqin ki, belə nümunələr çoxdur. Hadisə baş verəndən sonra zəng edirlər ki, gəlin mənim ərazimi sığortalayın. Belə olmaz. Öncədən sığorta olmalı. Bəli. Ümumiyyətlə, aqrar sığorta mexanizminin vacibliyini vurğulayarkən onu demək istəyirəm ki, bu mexanizmin yaradılması ilə bir növ elə bil ki, böhran idarə edilməsindən riskin idarə edilməsinə keçid edir. Artıq yəni kənd təsərrüfatında məsələn əvvəllər mövcud, bəlkə də bilərdiniz, yəni təcrübədə belə idi ki, hər hansısa belə təbiət hadisələri baş verəndə hansısa dövlət qurumlarından ibarət komissiya yaradılır, onlar tərəfindən tənzimlənirdi bu fəaliyyət, amma aqrar sığorta mexanizminin artıq mövcudluğundan bu yəni fəaliyyət, bu zərərlərin qarşısının alınması fond tərəfindən həyata keçirilir. Amma sizin də dediyiniz kimi sığortalanmış fermerlərimizə münasibətdə, yəni bizim sığorta ödənişi eləməyimiz üçün əsas məsələ onlarla aramızda sığorta müqaviləsinin mövcud olması zəruridir və qeyd elədiyim kimi əsasən Quba Xaçmaz iqtisadi rayonundan, Qarabağ iqtisadi rayonundan, Dağlıq Şirvandan və s. daxil olmuşdu bu müraciətlər. Hal-hazırda müstəqil ekspertlərimiz tərəfindən zərərlərin qiymətləndirilməsi həyata keçirilir. Ümumiyyətlə, bitki canlı varlıqda özünü bərpa etmə xüsusiyyətlərinə malikdir. Ona görə də əgər tam zərər vurulma halları mövcud deyilsə, yəni qismən zərər vurma halları varsa, bir qayda olaraq sığorta ödənişləri yığım biçim dövründən əvvəl edilir. Yəni, həmin məhsulların yığım biçim dövründən öncə də yenidən zərər qiymətləndirilməsi həyata keçiriləcək və ondan sonra sığorta ödənişləri həyata keçiriləcəkdir. Yəni, siz sual verdiniz ki, sığorta ödənişləri edilib, yəni tam zərər vurma halları istisna olmaqla xeyr, heç bir fermerə hazırda sığorta ödənişi həyata keçirilməyib. Bunun səbəbi də ondan ibarətdir ki, yığım biçinə qədər yəni o bitkinin dəyən zərərinin daha dəqiqləşməsi üçün ola bilər ki, yəni növbəti bir hadisəsi baş verə bilər, bitkiyə daha çox ziyan dəyə bilər və yaxud da ki, əksinə bitki özünü bərpa edib ziyan aradan qalxa bilər ki, buna görə də qanunverici ilə bu formada tənzimlənir. Yəni mən özüm də tam anlamaq, başa düşmək və bunu da tamaşaçılara ötürmək üçün istəyirəm misallardan danışaq. Sahələri də görürsünüz yeri gəlmişkən.
yağışın və leysanın, şiddətli Bəli. yağışların törətdiyi fəsadlardır. Bəli. Deyək ki, taxıl sahəsidir. Bəli. Yazda əkib Bəli, bəli. və ya payızda əkib, fərqi Payızdıq, yoxdur. bəli. Bəyan edib və sonra da sığortasını elətdirib. Bəli. Hadisə baş verib aprel ayında. Bəli. Həmin dövrdə, həmin o belə deyək də, vegetasiya dövründən asılı olaraq bitki hansı hündürlükdə olub, taxıl və ya buğda və ya arpa fərqi yoxdur. Taxıldan misal çəkirik. Siz gözləyirsiniz ki, hadisənin belə deyək də, o törətdiyi fəsadlar öz yerində. Ola bilsin ki, ərazidə tam olaraq belə deyək də, məhv olmayıb təsərrüfat. Müəyyən bir bəhrəsi olacaq, düzdürmü? Məhsul olacaq. Bəli, bəli. Sonra onu hesablayırsınız. Bəli. Necə deyirlər, kalkulyatorla vurursunuz, çıxırsınız, lorluda desək. Sonda dəyən ziyanı Bəli. tam olaraq fermerə deyirsiniz. Mən düz başa düşürsünüz. Bəli, Ruslan müəllim, siz tutaq ki, fermersiniz, siz payızlıq arpa buğda bitkisini əkdiniz, siz məhsulu zaten iyulda, avqustda, yəni biçim yığın dövründə iyulda əldə edəcəydiniz. Pulunuz iyul ayında sizin əlinizə gələcəkdi. Sizin aprel ayında hadisəniz baş verdi. Təbii ki, o bəyan dövründə sığortalanmısınız. Aprel ayınızda Allah uzaq eləsin, hadisəniz baş veribdi, fonda müraciət eləmisiniz. Biz aprel ayında gəlirik, ilkin zərəri qiymətləndiririk. Məsələn, sizin 30%, 40%, hər hansısa bir 60% zərərinizi müəyyən edirik. Amma 60% uyğun sığorta ödənişinizi həyata keçirmirik. Çünki hələ, yəni necə deyim, tam zərər yoxdur. Təsərrüfat özünü bərpa edə bilər. 100% olarsa aprel ayında artıq ödəniş edilməlidir. Elə bir nümunələr varmı? Bəli, elə bir nümunələr mövcuddur. Tamamən sahə, yəni belə deyək də, bəli, 100% məhv olmalıdır ki, biz sığorta ödənişini həyata keçirməliyik. Bunu çox gözəl qeyd edəcəksiniz. Hə, davam edə bilərsiniz. Amma 100% deyilsə, 60-dır, 80-dir, hər necəsə də, yəni ola bilər ki, bu faiz arta və ya azala bilər. Çünki siz özünüz də dediniz ki, açıq sahə altında olan, yəni bir təsərrüfatdır, hər hansı başqa bir hadisə baş verə bilər, zərər dəyə bilər və yaxud da bitki özünü bərpa eləyə bilər, zərər faizi aşağı düşə bilər. Buna görə də biçim yığın dövründə yenidən bir də bizim müstəqil ekspert həmin sahəni qiymətləndirir, zərəri müəyyən edir. Bu, yəni daha ədalətli, obyektiv olması baxımından əhəmiyyət kəsb edir, həm də qanunvericiliyin tələbidir. Ödəniş nə vaxt olur? Və iyul ayında elə biçin yığım dövründən sonra, yekun qiymətləndirilmədən sonra bizdə ödəniş hesablanır. Bütün sənədlər əgər qaydasındadırsa, toplanıbsa, sığorta ödənişi vətəndaşa həyata keçirilir. Çox aydın, mən özüm də bildim, başa düşdüm. Əminəm ki, tamaşaçılar da, fermerlərdə də sual yaramadı. Bunu niyə istədim sizdən, Ləman xanım? Əminəm ki, tez-tez zəng eləyirlər ki, nə oldu mənim sığorta ödənişim? Bəli, düzdür. Qaydalar belə tələb edir, forma budur və bunu belə deyək də, icra edən qurum da, Aqrar Sığorta Fondu da bu şəkildə təmin edilir. Əsas odur ki, o fermerlərin problemləri nəzarətdə olur, düzdürmü? Düzdür. Bu çox vacibdir. Yəni fermer belə deyək də, qapı-qapı gəzməməlidir. Düzdür, fermerin, biz əksinə fermerin qapısına getməliyik də. Düzdür. Yəni dövlət qurumları və aidiyyatı ümumiyyətlə məsələlərlə bağlı. Çox gözəl izah elədiniz. Biz davam edirik. Biraz əvvəl demişdim, tamaşaçılar üçün qeyd elədim. İndi də qayıdıram heyvanlara, vəhşi heyvanların hücumu məsələsinə. Bəli. Mən gördüm xəbərlərdə, deyəcəm indi hansı rayonlarda, Şəki, Quba, Qusar, Ucar və başqa bir neçə rayonlardır. Ucar əslində mərkəz arandır, bu birisi bölgələr dağlıq bölgələrdir. Maraqlıdır, vəhşi heyvanların heyvandarlıq təsərrüfatlarına ziyanı zamanı onların qarşılanması, yəni sığortalanması prosesi necə həyata keçirilir və məbləğ necə ödənilir fermerlərə? Ümumiyyətlə bizdə yəni ki, bayaqlarımda qeyd elədim ki, iri və xırda buynuzlu heyvanların sığortalanması həyata keçirilir. Təminat verdiyimiz risklərdən biri də vəhşi heyvanların hücumudur. Hər hansısa bir heyvandarlıq təsərrüfatının sığortalanması üçün əsas şərtlərimizdən biri heyvanın bir kasının, yəni qeydiyyat nişanının olması vacibdir. Qapalı təsərrüfatda saxlanmalıdır. Bir sıra qanunvericiyə mövcud tələblər var, hansı ki, peyvəndlənməsi, xəstəliklərdən, yəni dezinfeksiya, deritizasiya, təsərrüfatın olunması xəstəliklərdən qorunma baxımından əhəmiyyət kəsb edir. Çünki biz təkcə vəhşi heyvanların hücumuna yox, həm də xəstəliklərə də təminat veririk heyvandarlıq. Əsasən yoluxucu xəstəliklərə təminat verilir. Amma dabaq yoxdur burada. Dabaq yəqin ki... Bəli, dabaq çünki 66 nömrəli Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən təminat verilən xəstəliklərin siyahısında deyən yoxdur. Vaksinasiya olunur da? Bəli, növbəti illərdə yoluxmayan xəstəliklərin fond tərəfindən təminata daxil edilməsi həmçinin nəzərdə tutulub. Ümumilikdə isə
bildirmək istəyirəm ki, heyvandarlıq üzrə fond tərəfindən 3.5 milyona yaxın sığorta ödənişləri həyata keçirilmişdir. Vəhşi heyvanların hücumu üzrə də müxtəlif dövrlərdə müraciətlər olub. Məsələn, 31 baş heyvana yadımdadır ki, bir sığorta hadisəsi üzrə biz hardasa 51 minə yaxın sığorta ödənişi həyata keçirmişdik. İndi hal-hazırda yenə müraciətlər var, müxtəlif, yəni bəli. Şəkidə hadisə başlayır. Canavarlar 30-a yaxın heyvanı tələf ediblər. Yəni hazırda onların bəli qiymətləndirilməsi həyata keçirilir. Maraqlıdır ki, adam sığortalayıb heyvanlarını yoxsa yox. Yəqin ki, sizə müraciət eləyəcək. Bəli, müraciət etdikdə əgər sığorta müqaviləsi mövcuddursa, onun sığorta ödənişi həyata keçiriləcəkdir. Çox gözəl. Əsas işlərinizdən biri, sizin fondun ən vacib istiqamətlərindən biri həm də fermerlərə, sahibkarlara, təsərrüfatçılara fərqi yoxdur, yaxın olmaqdır və dövlətin bu istiqamətdə və eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin aqrar siyasətində bu çox vacibdir. Fermerin yanında olmaq, fermerə köməklik göstərmək, eyni zamanda maarifləndirmək. Bu mənada elə adını çəkəcəyim tədbir bu yaxınlarda baş tutan böyük kənd təsərrüfatı hadisəsi idi ki, Qafqazın ən böyük Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi 19-cu dəfə keçirildi. Söhbət Kaspian Agro sərgisindən gedir. Siz də oradaydınız, mən də iştirak elədim, çox maraqlı idi. Orada mən fikir verdim, Kənd Təsərrüfatı Nazirliyinin stendində həm də Aqrar Sığorta Fondunun bir güşəsi var idi. Orada əməkdaşlarınız məlumat verirdilər. Gələn, belə deyək də, insanlara, gələn vətəndaşlara. İstəyərdim ki, bu haqda bir balaca danışaq və hətta həmin sərgi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Aqrar Sığorta Fondunun da, yəni Kənd Təsərrüfatı Nazirliyinin də güşəsində oldu. Biz həmin kadrları görürük. İstərdim ki, ətraflı biz sizdən də bir fikir öyrənək. Bəli, məlum olduğu kimi ümumiyyətlə Aqrar Sığorta Fondu 2019-cu ildə Cənab Prezidentin fərmanı ilə yaradılmışdı, hansı ki, fermerlərin mənafelərinin qorunması, dövlət dəstəkli sığorta mexanizminin tətbiq edilməsi məqsədi ilə və ölkəmiz üçün çox təntənəli bir hadisələrdən hesab olunan 19-cu Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində Cənab Prezident Kənd Təsərrüfatı Nazirliyinin stendində, həmçinin də bizim güşəmizdə olmuşdur. Cənab Prezidentə Aqrar Sığorta Fondu tərəfindən göstərilən yəni xidmətlər barədə, 5 il ərzində gördüyümüz işlər barədə, hansı ki, sığortaladığımız məhsullar və risklər barədə ətraflı məlumat verilmişdir. Xüsusən də burada qeyd edilmişdir ki, Aqrar Sığorta Fondu tərəfindən edilən sığorta ödənişlərinin dinamikası artan dinamika ilə gedir ki, hansı ki, hal-hazırda 5 il ərzində edədiyimiz ödənişlərin cəmi 23 milyona çatmışdır. Rəqəmi gördüm, belə böyük rəqəmlərlə yazmışsınız. 23 milyon manat onu xüsusilə vurğulamışıq ki, bu rəqəm ildən ilə artmaqla getmişdir. Yəni, 21-ci ildə cəmi 3 rayonda sığorta ödənişi eləmişdik. Artıq 25-ci ildə 60 rayonu 700-ə yaxın kənddə sığorta ödənişini həyata keçirmişik və Aqrar Sığorta Fondu olaraq buradan da qeyd edirik ki, fermerin yanındayıq. Yəni, sığortalanan fermerlərimizin ödənişlərinin edilməsi üçün əlimizdən gələni etməyə hazırıq. Eyni zamanda qeyd etmək istəyirəm ki, 19-cu Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin xüsusi bir xüsusiyyəti də ondan ibarət idi ki, bu il ilk dəfə Kaspian Agrovik platforması da yəni mövcud oldu. Yəni burada təkcə kənd təsərrüfatı texnikalarının, istehsal vasitələrinin nümayişi həyata keçirilmir, həmçinin müxtəlif forumlar, müzakirələr təşkil olunurdu ki, bunun çərçivəsində də risklərə qarşı aqrar sığorta çətiri mövzusunda Bakı Dövlət Universitetində beynəlxalq forum təşkil olunmuşdur. Forum Kənd Təsərrüfatı Nazirliyinin, Bakı Dövlət Universitetinin və eləcə də Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə təşkil edilmişdir. Forumda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri və bu kontekstdə aqrar sığorta mexanizminin əhəmiyyəti barədə tədbir iştirakçılarına, eləcə də universitet tələbələrinə yəni geniş şəkildə məlumat verilmişdir. Çox gözəl. Dayanmayın. Ancaq irəli, dayanmayın deyirəm. Yəni bu templə, bu sürətlə daim fermerlərə və ya fermer olmaq istəyənlərə, ola bilsin kimsə elə günü sabah məsələn kənd təsərrüfatı ilə məşğul olmaq istəyir, qoy bilsin ki, Kənd Təsərrüfatı Nazirliyi, dövlətimiz fermerlərə və ya fermer olmaq istəyənlərə hansı dəstəkləri verir ki, çəkinməsin. Bəzən insanlar qorxurlar bu sahədə. Rayonda yaşayır, bölgədə fəaliyyət göstərir, deyir ki, gəlin Bakıda bir maşın alım, taksi işindən məşğul olum. Amma anlamalıdır ki və görməlidir ki, dövlətin bu sahəyə kifayət qədər ciddi dəstəyi var. Subsidiya var, güzəştli kredit var, düzdürmü? Sığorta var
və ya digər tabeəli qurumlar, yəni Kənd Təsərrüfatı Nazirliyini nəzərdə tuturam. Və həqiqətən də bu istiqamətdə işlər çox gözəldir və sizin yaxşı da şüarınız var, bizi dövlət qoruyur. Dövlət sizi qoruyur, əziz fermerlər, əziz zəhmətkeşlər. Sizə isə mən təşəkkür edirəm Ləman xanım. Çox sağ olun ki, vaxt ayırdınız, gəldiniz və sığortanın əhəmiyyəti ilə bağlı biz kifayət qədər maraqlı və həm də faydalı söhbət apara bildik. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram, çox sağ olun. Əziz fermerlər, dəyərli tamaşaçılar, Fermerin Real Dostu bugünlük işini yekunlaşdırır. Verilişimizin sonuna doğru bir anonsu, bir xatırlatmanı bir daha yada salmaq istəyirəm. Mayın 31-nə qədər elektron kənd təsərrüfatı informasiya sistemində və Yonca tətbiqi vasitəsilə siz öz bəyanlarınızı daxil eləyin. Nə ekmisinizsə, necə deyirlər, nə planlaşdırmışsınızsa onları mütləq şəkildə adını çəkdiyim platformalarda bəyan etmək lazımdır. Çətinlik çəkirsinizsə, yenə də Kənd Təsərrüfatı Nazirliyi var. Zəng eləyin 1652-yə və ya Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yaxınlaşın. Bir sözlə və ya bizə yazın, Fermerin Real Dostu olaraq sizə dost olaq. Bax, bu qədər. Gələn həftə yenidən görüşəcəyik. Hələlik.